Əskərə xidmət dövründə kənddə, rayonda hər hansı bir pis xəbəri çatdırmıyor. Məlumatı vermiyor. Yəni orada silahla davranır, sərhəddə qalır, postda olur. Əskər də fikri qalır evdə, kənddə yaxşı xəbərləri çatdırır. Və o əskərlərdən xahişim odur ki, düşdüyü yerdən bir ay ərzində, 2 ay ərzində hər hansı bir komandirin, bölük komandiri tamam istifadə etsin, mobil telefon evə məlumat versin ki, hər şey yaxşıdır. Heç olmasa bir ay, 2 aydan bir, 3 aydan bir evdən əlaqə saxlasınlar. İmkanı varsa 3 gündən bir, ya hər dəfə tez-tez danışmasınlar. Yəni bu şeylərə diqqət edin, xahiş edirəm. Bir daha uğurlar, sağ-salamat edib, sağ-salamatda gəlsinlər inşallah. Təbrik edirəm, gözlərimiz aydın olsun. O valideyn oğlumuzla da deyir ki, Allah can sağlığı versin. Oğlum olsa əskər, həmin gün bu gündə. Bu gündə sağ-salamat, yola sağlıq xidmətə geçsin o əskəri kişilik məktəbini keçəndən sonra Allah inşallah ondan sonra da həyat davam edir. Uğurlar arzu edirəm. Sağ olun.